Naxçıvan Dövlət Universitetində 27 sentyabr Anam gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə İncəsənət Fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət 40-a yaxın rəsm əsərinin təqdim olunduğu Unudulmayanlar adlı sərgiyə baxış olub. Sonra ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Qarabağ müharibəsi bir daha onu göstərdi ki, Azərbaycan xalqı vətəni üçün, dövləti üçün bir yumruq kimi birləşə bilir. Azərbaycan insanı öz liderin ətrafında milli maraqlar naminə birləşir, şəhid olur, qazi olur. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 27 sentyabr Azərbaycan xalqının yeni şanlı tarix səhifələrindən biridir. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasəti müstəqil dövlətimizin qorunub saxlanılmasında həlledici rol oynayıb. Məhz bu möhkəm siyasi irs üzərində Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq ordu birliyi nəticəsində Azərbaycan 44 günlük vətən müharibəsində tarixi qələbə qazanaraq 30 illik işğala son qoyub. 2023-cü il 19 sentyabrda cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam bərpa olunub və dövlətimizin tarixində yeni mərhələ başlanıb. Elbrus İsayev vurğulayıb ki, işğal altında olan torpaqlarımız şəhidlərin qanı bahasına azad olunub və hər bir gənc bunu daim yadda saxlamalıdır. 27 sentyabr Anam günü həm qürur, həm də məsuliyyət günüdür. Bu tarix xalqımızın mübarizlik, dözüm və şücaət simvoluna çevrilib və gənclərə milli dəyərlərə sadiqlik nümunəsi kimi aşılanmalıdır. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru dosent Nurlanə Əliyeva, Zəfərin ədəbiyyatda əksi, tarix üzrə fəlsəfə doktoru dosent Elçin Zamanlı, Azərbaycan tarixində Qarabağ, Hüquq Fənləri Kafedrasının müəllimi Əli Qədimov isə vətən müharibəsinin diplomatik aspektləri mövzularında çıxış ediblər. Sonda Universitet televiziyasının hazırladığı şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən Qəhrəmanlıq Salnaməsi adlı reportaj nümayiş olunub. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik. Fəxriyə Səyyadova, Musa Süleymanov, NDO xəbər.